Rusiya Federasiyasının Əhl-i-Beyt ardıcılları Moskva İslam Mərkəzinin Hüseyniyyəsində Ramazan bayramının namazını qıldılar. Bayram namazı dünya müsəlmanların rəhbəri Seyyid Əli Xameneyinin Rusiyadakı nümayəndəsi Cənab Höccətülislam vəl-Müslimin Əkbər Ciddinin imamlığı ilə qılındı. Rusiya müsəlmanları bugün 11 ayın sultanı olan Ramazan ilə düz 11 ay müddətinə vidalaşdılar. Ramazan bayramında toplaşmış Əhl-i-Beyt aşiqlərinin simalarında həm sevinç və həm kədərin cizgiləri görsənirdi. Sevinirdilər ona görə ki, 30 gün müddətində hər gün 22 saata yaxın tutduqları orucun mənəvi mükafatını alırlar. Kədərlənirdilər ona görə ki, Allahın açdığı neymətlər süfrəsindən ayrılırlar. Bayram tədbiri Qur'an-ı Kərimin ifası ilə başladı. Daha sonra möminlər bayram namazından qabaq ilahi zikirlər söylədilər. Zikirləri söylədikdən sonra Hüseyniyyədə Fitr bayramının namazı qılındı. Namazdan sonra dünya müsəlmanlarının rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Rusiyadakı nümayəndəsi Höccətülislam vəl-Müslimin Əkbər Ciddi bayram xutbəsi söylədi. Ruhani müsəlmanları bayram münasibəti ilə təbrik edərək, oruç tutanlara Ramazanın verdiyi neymətləri il boyu qorumağa tövsiyə etdi. Bayramda elhamdülillah cemaat bayram namazında müxtəlif yerlərdə əlbəttə namaz qılındı. Az cümlə burada İslam mərkəzində də cemaat namazı qılındı ki, şahid elə ən böyük cemaat namazı Əhl-i-Beyt və şiələrin namazları burada oldu. Allah'tan istiyor ki, bu Ramazan ayın bizə axır Ramazan ayı qərar verməsin. Artıq bizi yenə də müvəffəq eləsin ki, gələn Ramazanlarda da olaq, oruç tutaq, Allah'a ibadət eləyək. Allah'tan istiyor ki, bütün müsəlmanların problemlərin, çətinliklərin özü öz əli ilə həll eləsin. Bu düşmənləri ki, düşmənçilik eləyirlər, zalimləri ki, zülm eləyirlər müsəlmanlara, hamıların hidayət olmayandılar, məhv nabud eləsin. Xutbədən sonra Moskva İslam Mərkəzinin dəvəti ilə Rusiya Federasiyasında səfərdə olan Qur'an qarisi və 9 yaşlı Qur'an hafizi xüsusi proqram ilə möminlərə mənəvi zövq verdilər. Hənnanə Xələfi adlı balaca qızcığaz Qur'andan verilən bütün suallara əzbərdən Qur'an ayələrini oxumaqla cavab verdi. Balaca Qur'an hafizinin möcüzəvi yaddaşına heyran qalan möminlər uca səslə salavat və təkbir şuarları söylədilər. Bugünkü gündə bu əziz Ramazan bayramını bütün müsəlmanların oruc namazını təbrik edirik. Allah qəbul eləsin. Hər kəsin ürəyindəki mətləbin arzusun. Bütün dünyamıza, müsəlman ölkələrinə sülh, əmin-amanlıq, gözəl bayramlar arzulayıram. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bugün Ramazan ayının sonudur. Dünya müsəlmanlarını bu ayın münasibətlə təbrik edirəm. Allah'dan arzum budur ki, bütün insanların, bütün müsəlmanların tutduğu oruçları, etdiyi ibadətləri bu ayın xatirinə qəbul eləsin, bağışlasın və bizləri bağışlayan insanların cərgəsinə qeyd eləsin. Emin Abbaszadə, Vüsal Abbasov, Səhər Beynəlxalq Televiziyası, Moskva.